Naxçıvanda ayı meşəyə zirinç yığmağa gedən ata və oğula hücum edib. Əməkdaşlarımız vəhşi heyvanın hücumuna məruz qalan şəxslərə baş çəkiblər. Təfərrüatları və ən son məlumatı bərabər izləyək. Babək rayonu Yuxarı Buzqov kəndində baş verən hadisə zamanı ayı rayonun payız kənd sakinləri Məzahir Məmmədov və oğlu Emin Məmmədova hücum edib. Gördüm yuxarıdan itlər gəlir, mən dedim itlər mənə sar gəlir. Sən demə ayı gətirirlər. Baxdım selonun içərisindən bir səs gəlir. Səs gəlir, bir də səs küy elədim, gəldi belə qabağımdan keçdi, kolluğudur, görmədim. Amma ağımtıl bir şeyin belə də qonur rəngdə bir şeyin keçdiyini gördüm. Atam da məndən 50 metr aşağıda olardı. Qışqırdım ki, istivanəsə gəlir, bilmirəm qabağımda atdı, nədir, ayını fikirləşmir. Yuxarı Buzqovun Qaraqoş dağı ətrafında baş verən hadisə zamanı ayı Məzahir Məmmədova xəsarət yetirib. Baxanda dedim donuz deyil, ayıdır. Ayı deyəndə mən çöndüm qaçam. Qaçamadım. Ayağımın arxasında daş vardı. İlişdim, yıxıldım. İlişib yıxılanda özünü attı mənim üstümə. İndi can şirindir də, başladı boğuşmağa yerdə. Belə də bir çəkdi, 50 saniyə yaxın çəkdi. İstədicisinin oğluma sarı. Sonra nə fikirləşdi, bilmirəm. Qayıtdı, çıxdı, getdi də. Aşırı dərəcədə çoxalıb. Qabaqca yoxdur, heç rastlanmazdı, yəni belə idi. Milyonda bir də həm çıxardın çıxmazdı. İndi deyək ki, bizim kəndə qədər gəlib, kəndin ətrafında da görünür. Yaralı Naxçıvan Muxtar Respublikası xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin gövdə nahiyəsində hər iki aşağı və yuxarı ətraflarında, əl bilək nahiyələrində deşilmiş, cırılmış, dişlənmiş yaralar olmuşdur. Xəstəyə ilkin müdaxilə olunmuşdur. Travmatologiya şöbəsinə yatış verilib, stasionar müalicəsinə başlanmışdır. Ümumi vəziyyəti qənaət bəxşdir. Qeyd edək ki, son günlər bölgənin dağlıq və meşəli ərazilərində ayıların insanların təsərrüfat sahələrinə yaxınlaşması ilə bağlı məlumatlar artıb. Diana Cəlali, Spice xəbər.